değerli komanda, sizinle mən Könül Məmmədova. Bu günləri sizə bu boyda aldığım bütün məhsulları ki, hansı ki evdə işlətmişəm 2 ay ərzində hamısını göstərmək istəyirəm. Mən nələri işlətdim, nələri sevdim, nələri sevmədim. İlk öncə sizə başlayayım ki, bu Dabragenlə. Dabragen bu 3-dən olmalıdır. Hələ birinin qabı bilmirəm hardadır. Artikul kodu 15729. Kimin ayaqları ağrıyır, kimin oynaqları ağrıyır, kimin dizi ağrıyır, mütləq olar istifadə etməlidir bundan. Bir bağlamada 30 günlükdür. Bunu 2 çay qaşığı, 1 stakan ılıq suya qatıb içirsiniz. Südə də qatıb içmək olar. Gün ərzində səhər-səhər yeməkdən qabaq. Bunu qəbul etdikdə, bunu 3 upakovka, 3 bağlama bir yerdə qəbul eləsəz, bu bir kurs sayılır və sizin bədəninizə lazım olan kollagen porsiyası ödənmiş olur. 3 upakovka mütləq bundan içmək lazımdır. Kimin ki bədənində kollageni çatmır. Daha sonra sizə deyim ki, mən nələri işlətdim. Ən xoşuma gələn məhsullar və bunları mənim mamam işlədib. Valentin Yudaşkin ətridir. 3004 artikullu. Bir də 3003 artikullu. Deyirəm ki, həmişə işlədəndə bir damcı dibində saxlayın, onu probnik kimi istifadə eləyək də gəlin göstərək. Çox gözəl ətirdir bu Valentin Yudaşkin. Qalıcılığı da yüksəkdir. Özü yaxşıdır. Mən həmişə bu ətirləri 70% endirimimə alıram. Bilirsiniz ki, 100 bal sifariş yerləşdirəndə hamıya bir ədəd 70% endirim kuponu verilir. Ardıcıl sifariş yerləşdirəndə isə həm də Layiq Fabrikdən bir ədəd endirim kuponu verilir. Endirim kuponu ilə bu ətirləri, 70 manatlıq ətirləri biz 19 manata ala bilirik. Bir dənə. Hər katalog dövründə bir dənə. Daha sonra ultraviolet, UV-violet ətridir. Çox gözəl qoxusu var. Yasəmən qoxuludur. Çox qəşəng ətirdir. Bunu da özüm istifadə eləmişəm. Və Quenship ətri. Quenship ətri də çox qəşəngdir. Mən bunun artıq 3 upakovkasını istifadə eləmişəm. Bu qutarıb yenisini açmışam. Çox bəyəndiyim ətirdir. Yəni mən bunu qızımda və gəlinimdə, mamam da istifadə edir. Çox qəşəngdir. Bu ətir isə Portujur ətridir. Fabrik şirkətinin prezidenti Valentin Neçayev öz toyunda bu ətri bütün qonaqlar üçün istehsal elətdirib. Və onun upakovkasını sizə göstərim. Baxın. 3 upakovka mən bundan açmışam indi. Bu parfumudur. Bu ətridir. Bax, bu qabı budur. Bunun qabı budur. İndi hal-hazırda 3-ünü açmışam. Birini özümə, birini maması sumkasına qoyur. Birini də işə qoymuşam. Çünki bu ətirləri də mən 70% endirimlə alıram. Çox gözəl ətirlərdir. Baxın, 3 upakovka. Bu da 4-cüdür. Bu parfumudur. Çox gözəldir bunlar da. Hamısının içində özünə məxsus dəvətnaməsi var ki, qonaqlar üçün Valentin Yudaşkin yox, Neçayev şirkətin prezidenti qonaqlar üçün Fransada istehsal etdirib. Ətirlərdən bu qədər yox, hələ yenə var. Bomond ətri hal-hazırda istehsalda yoxdur, içində biraz qalıb, məndə ofisdə də var. Ona görə az qalsa da onu işlətmirəm ki, ofisdə də göstərim. Ofisdə olanları da bəlkə kimlərsə istəyər. Bomond ətridir. Çox qəşəng ətirdir və balaca Elessar. Elessar ətrində böyükləri də var. Əvvəllər bunlar istehsal olunanda bunların içində Swarovski qaşlı boyunbağlar da olurdu. Bu həmin ətrin 30 millisidir. Kişilər üçün isə Langelot ətri təzə açılıb bizdə. Artikul kodu 3924. Əvvəl bunun yaşlılığını istifadə edirdik. İndi isə bu kişi üçün ağında istifadə edirik. Viking ətri çox möhtəşəm ətirdir. Dəniz qoxulu, hava təravətli, dağ təravətli ətirdir. Viking, əsl vikinglər üçündür. Bunu da təzə açmışıq. Şəmilə ətri. Bunu da təzə açmışıq. 37, 31. Və bir dənə də bunu açmışıq. Yeni. Frego Sensuela. 33, 28 artikullu. Bir də bu ətirdir. Sanzaniya ətri. Bunu da təzə açmışıq. 3106. Əvvəl qutularını göstərəm ki, açmışıq. Sonra istifadə edəndə də boş qablarını sizə təqdim edirəm ki, bunları istifadə elədim. Agizur ətri kişilər üçün olan ətirdir. Ərəb seriyasındandır. Ərəb ətirləri seriyasından 36-36 artikulu çox gözəl qoxusu var. Tərkibində Udxindi də var ki, bu da
həm insana xeyirdir, həm də çox gözəl qoxusu var. Aha, kişilər üçün daha nələr var burada? Duş geli, Don Leon. Don Leon'un da qoxusu gözəldir. Aha, düşdü. Aha, 8800 artikullu. Məhsul çoxdur, deyəsən bunların hamısını reklam eləməyə hövsələm çatmayacaq. Kremlərim, ən çox istifadə olunan krem bizdə Legendar'ın kisloroddur. Oksigenli balzamdır. Hətta ağrını belə kəsir. Buna mən Skorupomu istəyirəm. Çox gözəl bir məhsuldur ki, hamının evində olmalıdır. Yanığa, çapığa, kəsiyə, quruluğa, yağlılığa hamısına kömək eləyir. Bir də sizə baxın, bu kremləri təqdim eləyim. Bu kremləri. Bu kremlərin artikulları gözümdə görmədim. 0768 və 0758. Bunlar bilirsiniz hansı kremlərdir? Matrigenik bunu mama istifadə edib. 60 yaşdan yuxarı insanlar üçündür. Üz quruluşunu görürsə, üzdəki olan o üçbucaq hissəni dartır və üzdə sallanmaları yox eləyir. Birbaşa deyə bilərəm ki, yox eləyir. Mənim mama işlədib və bunun nəticəsi var. Nəticəsi olmasa mən bunu heç sizə demərəm. Və bu D vitaminlərini D3, K2 mən Moskvadan gətirmişdim gələndə. Moskvadan. İndi hal-hazırda Gürcüstanda bir direktorum dincəlirdi. Gürcüstana sifariş yerləşdirmişəm. 200 ballıq vitaminlər, badlar. Onları mənə gətirəcəklər. Bu da letitindir. Qaraciyər üçün çox lazımlı bir qida əlavəsidir. Fabrik hər şey istehsal edir. Sadəcə Azərbaycana çox məhsul gəlmir. Onu da indi yavaş-yavaş gətirirlər. Bəlkə kollageni sizə reklam elədim, amma kollagenin üstündə mən özüm 3 dənə kokteyl qəbul eləmişəm. 3 upakovka. 3 upakovkaya mən, necə deyərlər, 6 kilo yarım arıqlamışam. Düzdür, burada belə çox bilinmir, amma 6 kilo yarım düz çəkim azalıb. Aha, sizə Krapivalı şampunu təqdim edirəm. Qiyməti 4 manat 9 qəpikdir, 29-14 artikulludur. Və bunu aldıqda üstündə bir ədəd diş pastası qoydum. O diş pastasından da var idi burada məndə. Hə, diş pastası, baxın, bu 5 manatlıq diş pastasını cəmi 55 qəpiyə alırsınız. Cəmi 55 qəpiyə. Bu ikisi bir yerdə. Siz bunların ikisinə 3 manat 60 qəpiyə, 3 manat 70 qəpiyə pul ödəyirsiniz. Yəni 2 dənə məhsul. Halbuki hərəsinin 4 manatdan çox qiyməti var. Bunu da bura qoyum. Aha, daha sonra sizə duş gelləri, Fritamaniya seriyasının duş gelləri hamısı elə bir ki dadlıdırlar da. Dadlı meyvə qoxuludular. İyiləri. Elə bir ki adam yemək istəyir. 28-76 artikullu bu Vitamaniya seriyası. Daha sonra sizə Koko seriyamızdan şampunları təqdim eləmək istəyirəm. 1301, əslində mən bunu aldım, bir də almayacağım. Niyə? Çoxdur. Çoxdur. Mən də hər təzə nə çıxırsa hamısını alıram. Bu qalanı qalır da 80-20 artikullu duş gelidir və onun sabunudur. Üçü də böyük çəkilidir, yəni böyük çəkili. Bunu bağada da gedəndə alıb istifadə eləmək olar ki, bir dəfəlik. Aha. Qab yuva vasitələrimiz 3 dəfə daha effektlidir başqa məhsullardan. 0 pluslu, konsentrə olunmuşdur. Əllərə də xeyirdir, üzə də xeyirdir. Üz neymiş? Yəni ziyansızdır da. Bu isə malinalı. Bu da 0 plusdur. Yəni təzə andan olan uşaqların da qablarını yumaq olar. 30-0-65 artikuldur. 500 qramdır. 3 dəfə daha effektlidir. Çünki konsentrə olunmuşdur. Bu isə əl kremli sabundur. Bu sabunla əlinizi yuduqdan sonra krem çəkməyə bilərsiniz. Çünki bunun tərkibində krem var. Krem seriyasının duş gelləri də çox gözəldir özü də. 83-24 artikullu orxideya qoxuludur. Bu isə təzə çıxan mətbəx sabunumuzdur. Çox gözəldir də, yəni. 30-229 qoxusu da gözəldir, özü də gözəldir. Teksturası da gözəldir. Şampunlardan bunda deyimsə Botanikanın 94% təbii ekstraktlı məhsullarıdır. 13-17 artikuldur. İndi bunların qablaşdırılması dəyişilib, çox qəşəngləşib.
Bu da duş gelidir. Mən portuzur ətrini istifadə edirəm. Portuzur da duş gelindən istifadə edirəm. Mütləqdir. Halal sertifikatı var. Yəni 81-25 artikuludur. Parfümləşmiş duş gelidir. Parfümləşmiş. Görürsünüz? Hətta birini hədiyyə eləyəndə görürsən, qəşəng görsənir. Həm ətri, həm də duş gelisi. Hər şeyi var. Dağıtdım, tökdüm, vay vay. Aha. Bir də bu şampunları həmişə istifadə edirəm. Bunlar Black Detox şampunlardır. Qara şampunlardır bunlar, qara. Tərkibində kömür var. Artikulu da 1884'dür. Kəpəyə aparır, yağlılığa aparır. Nəm saçı çox qəşəng gəlir də, yəni mənim saçımı bundan yuyuram, çox da xoşum gəlir, çox da bəyənirəm. Bir yana gedirsiniz, başınızı yumamısınızsa əgər bu quru şampunlardan istifadə edə bilərsiniz. Baxın, kalsiyum olan, hətta saçın diblərini belə rəngləyir. Bu birisi isə adi saçlar üçün çirkli saçları 2 dəqiqəyə təmiz vəziyyətinə gətirib çıxarda bilirsiniz. Bu şampunlarla. Aha, daha sonra sizə deyim saç rənglərimizi. Mən 7-1 ilə 8-1-i qarışdırıb qoyuram. 7-1 və 8-1. Burada 7-1'lər var, amma 8-1'in karobkası yəqin ki yoxdur. Bu 8-1 isə vaxtı keçib botanikadan evdə qalıb. Aha, bunu elə belə qoymuşam ki, size göstərim. Çox gözəl idi botanikanda bu saç rəngləri, amma vaxtı keçib. Vaxtı keçmişlər seriyasından. Baxın, 02 qalıb. Evə gətirmişəm, istifadə olunmayıb, qalıb. Bu Biosi seriyasından ağız yaxalayıcı. Bu da 7-1 saç rəngidir. Yarı biçi, yəni istifadə olunur. Aha, dağıtdım, tökdüm. Bu isə diş pastası, kraliça kimi diş pastasıdır, qızıllı. 36-80 artikulludur. Diş pastaları biz əslində evdə bax bundan istifadə edirik. 200 plus expert seriyasından. Tələsin birində açmışam 200 plus. Bunu istifadə edirik, amma bu da qəşəngdir. Daha sonra bu da vaxtı keçmişlər seriyasından 2 dənə saç üçün, saç kıranlar üçün. Bir də korrektordur, göz ətrafı. Və bu təzə açdığım kremlərimdir. Expert seriyasından Meza Botex effektli. Botex'e ihtiyaç yoxdur, iğne vurmağa ihtiyaç yoxdur. Kremlərimizdən istifadə edirsiniz və üzünüz şimal olur, gözəl olur. Deyim ki, mənim kimi, baxın, mənim üzümdə heç bir iğne, zat, heç nə yoxdur. Hamısı Faberlic şirkətinin məhsullarından istifadə etməklədir. Təzə bir kuşonumuz çıxıb dodaq üçün, bir də rumyana kimi istifadə olunmaq. 68-98 artikulu, bunu da özüm üçün açmışam. Aha, bunu da açmışam. Bu isə mən belim ağrıyırdı. Bu mənə çox kömək elədi. Taqriva işi, istilik gətirən paçlardır. Kürək, harasınız ağrıyır, oraya yapışdırırsınız. İstiləndirir və ağrını keçirir. 910-633 və dərhal effekt verən bir paçlardır. Bunu da alıb istifadə edə bilərsiniz. Daha sonra nəyi sizə göstərim? Aha, diş pastalarımı. Və bunu da misvaklı diş pastasında istifadə eləmişik. Daha sonra ağrı kəsici, cəlli ekstraktlı, ayaq üçün gel. Ayağınız ağrıyırsa, hara ağrıyır ora. Bunu istifadə edə bilərsiniz. 12058 artikulludur. 12058. Bu və daha nələri sizə göstərib. Bunlar elə şüşə silənləri açmışam, parçalardır. Bunun biri 5-6 il istifadə eləmək olur, bilirsiniz. 910-474 artikullu. 910-31 artikullu. Biri 910-032. Biri mavidir, biri yaşlıdır. Biri də roz rəngli olanlardır. Aha, onları mən açmamışam, məndə var idi. Mən açmamışam, niyə deyirəm mən açmamışam? Yəni, ev yığışdırmağa gəlmişlər, onlar açmışdılar, istifadə olundu. Bunlar isə pol yumaq üçün vasitələrdir, kağız formasındadır, salfetka formasında. Bir dənəsi bir vedrə suyu düzəldir. Düzəldirsiniz bir vedrə su, polu yuyursunuz. Bu isə olmazsa olmaz dediyimiz bir dənə ağardıcımızdır. Soyum seriyasından ləkə aparandır, rəngli paltaları, ağ paltaları ləkəsini aparır. Hətta ləkəsi getməyən qabları, qazanları belə təmizləmək. Aha, baxın, bunun üstündə yazılıb bunlar hamısı ki, qazı, hamamı, tavanı, nə bilim, paltarı, hər şeyi təmizləyir. Baxın, burada şəkillər də var. Çayniki, tarelkanı, qabı, hər şey. Ləkə aparıcı effektli bir vasitədir. İyi də qoxulu, gözəldir.
Bax, bir də bu trimmer. Trimmeri də kişilər üçün bəlkə ətirləri deyəndə bunu deyərdim. Trimmer 11806 artikulludur. Bundan burunları, boğazı, nə bilim, hardan tük çıxır, oranı təmizləmək olur. Qulağı, hamısını təmizləmək olur. Yazılıb, bax, nos, uşu, baradı. Hətta bu baradı nədir? Saqqalı da təmizləmək olur, kişilər üçündür. Bu nədənsə məndə bizdə xarab olub. Bu şəkillər də var. Burun, qulaq, saqqal. Xarab olub, yəqin ki, onu uşaqlar xarab edib. Belə. Burada hələ tualet təmizləyən, hamam təmizləyən bunlar da var. Və təzə çıxan dağıtdım, yenə tökdüm. 30052 artikulu, özünün pompası olan boru açıcımızdır. Həm də pompasından əlavə bu köpük formasındadır. Bunu da alıb istifadə eləyin. Kuxnyada, yəni, həm pis qoxuları aradan aparır, həm də boruları açır. Hər birinizə uğurlar arzulayıram. Yəni, xırda nə qaldısa, üzürlü sayın, xeyirli uğurlu olsun hər işiniz. Məhsullarımızı alıb istifadə eləyin ki, keyfiyyətini görəsiniz. Kiməsə də təklif edəsiniz. Bu yardımdan çıxdı. Bax, bu təzə çıxıb tuberoza və muskusdur. Hava təravətləndirici. Bunun ikisini almışam, amma karovka nədənsə bir qalır. Birini qoymuşam tualetə, birini də otağa qoymuşam. Çox gözəl qoxusu gəlir. Bunun da artikulu neçədir? 13009. Belə. Uğurlarımız bol olsun. Məhsullarımız boldur. Alın, istifadə eləyin. Xeyrini görün. Cibiniz dolu olsun. Rozunuz bol olsun. Hamınızı da sevirəm.